Hər vaxtınız xeyir dəyərli şagirdlər. Verilən ifadədə xətləri deyir paraleldirsə, B-ni tapın. Xətləri paraleldirsə deyir uşaqlar. Burada bucaq əmsalları bir-birinə bərabər olmalıdır. Yəni bu ifadənin bucaq əmsalı bərabərdir bu ifadənin bucaq əmsalına. Birinci ifadədə bucaq əmsalına baxaq. Çünki verilən xətti funksiyada x-in əmsalı nə olurdu? Düz xəttin bucaq əmsalı. Burada k olurdu bucaq əmsalı. O zaman birinci ifadədə mən bucaq əmsalını görürəm. 3. Bəs burada bucaq əmsalı nə olacaq? 3x plus by plus 5 bərabərdir 0. Bu ifadəni biz y bərabərdir kx plus b şəklinə gətirməliyik. O zaman nə olar? By qalar yerində. Mənfi 3x minus 5. Buradan y nəyə bərabərdir? Mənfi 3x bölünsün b çıxılsın. Mənfi 5 bölünsün b. Aha. Artıq buradan x-in əmsalını mən görürəm. Düzdür? Buradan x-in əmsalı, yəni k nəyə bərabər olur? Mənfi 3 böl b. Dedik ki, bu iki ifadə bir-birinə bərabər olmalıdır. Yəni həllinə gəlsək, 3 bərabərdir mənfi 3 böl b. Çarpaz vursam 3b bərabərdir mənfi 3-ə. Buradan b-ni tapıram. Mənfi 1.